Mən Malik Xəlilov 1973-cü ildə Zərdab şəhərində anadan olmuşam. Şəhər orta məktəbində və eyni zamanda musiqi məktəbində təhsil aldım. Orta təhsilimi bitirdikdən sonra Göyçay Kənd Təsərrüfatı Texnikumuna daxil oldum. Texnikumun 3-cü kursunda oxuduğum vaxtı Göyçay Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırıldım. Bir müddət ümumi hərbi təlim keçdikdən sonra Qarabağa yollandım, Ağdərə və Ağdam rayonlarında torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. Sonuncu döyüşüm Ağdərə rayonunda oldu. 93-cü ilin fevral ayında döyüşlərin birində ağır yaralandım və vətən yolunda, haqq yolunda şəhid oldum. Şeir həvəskarı idim, bir şeir dəftərçəm də vardır. Bu dəftərçənin ilk səhifəsində yazmışdım. Döyüşsüz azadlığın meyvələri dərilməz, şəhidsiz bir millətin vətən ruhu dirilməz. Mən şəhid olsam da millətimin vətən ruhu ölmədi. Azərbaycanın igid oğulları torpaqlarımızı azad edərək bizim də intiqamımızı aldılar.